Övladım birinci sinifə gedəcək. Nələri bilməliyəm? Çox şey bilməlisən. Məsələn, bilməlisən ki, sentyabrın 15-də nənə, baba, xala, əmi, bibi, dayı lap istiqanlı qonşularla birlikdə ən böyük çiçəkli, əli tortlu məktəbə getsən yaxşı olar. Nə olsun tıxacı olacaq. Onu da bilməlisən ki, sənin uşağın heç kimdən əksik deyil. Birinci partada o oturmalıdır. Başa salmalısan ki, müəllim sənə nə deyə bilər? Arxanda dağ kimi atan anam var. Əlbəttə ki, WhatsApp qrupunda unutmaq olmaz. Oradakı ən yeri, ən kreativ, ən maraqlı ideyaları sən versən daha yaxşı olar. Uşağına başa sal ki, bütün ömrü rəqabətdə keçsin. Sənin oğlundur, sənin qızındır. O hamıdan yaxşı oxumalı, hamıdan ötkəm olmalıdır. Əsla döyülməməlidir, o döyməlidir. Bu, mənim sizdən öyrəndiklərimdir. Bəs həqiqət necə olmalıdır? Uşaq tərbiyəsində nələrə diqqət etməliyik? Bütün bunlar haqqında sentyabrın 15-i saat 21-də, axşam saat 9-da buralara link qoyacağım. Bax, orada həmin YouTube kanalında Aynur xanımla olan söhbətimizi izləməyi unutmayın. Həqiqət oradadır, mən dediklərimdə yox.